Salam, hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər, şagirdlər, müəllimlər, ingilis dili sevərlər. Bu gün biz 11-ci siniflərin buraxılış imtahanına düşən 100 sözdən ibarət fikir paraqrafının, opinion paraqrafının yazılışına nəzər salacağıq və şərti olaraq belə bir mövzu götürülüb. AI use supports learners. Do you agree with the statement? Süni intellektdən istifadə öyrənciləri dəstəkləyir. Siz bu fikirlə razısınızmı? Biz bilirik ki, hər bir deməli paraqrafı yazarkən ilk olaraq topic sentence'imiz olmalıdır. Topic sentence bizim fikrimizi ümumilikdə paraqrafımızın əsas ideyasını ifadə edən cümlədir və ona görə də qırmızı şriftlərlə göstərilib mətndə. I completely agree with the statement that AI use supports learners at school. Mən tamamilə razıyam bu fikirlə ki, süni intellektdən istifadə, məktəbdə süni intellektdən istifadə öyrənciləri dəstəkləyir. Bu bizim topic sentence'imiz, bizim əsas fikrimiz bu cümlədə ifadə edildi. Və sonra isə dəstəkləyici cümlələrimiz. Bilirik ki, istənilən paraqrafı yazarkən transition wordlərdən istifadə edilməlidir. First, firstly, first of all, secondly, thirdly, for example, for instance və s. Və beləliklə dəstəkləyici ideyalarımız. First of all, AI can explain very difficult lessons in simple ways whenever students need extra help. Birincisi, hər şeydən əvvəl süni intellekt çətin dərsləri sadə şəkildə izah edə bilir. Haradakı şagirdlərin əlavə köməyə ehtiyacı olur, nə zaman ki. Secondly, it gives fast and helpful feedback on daily homework and practice exercises. İkincisi, o gündəlik ev tapşırıqları üçün və gündəlik tapşırıqlar üçün sürətli və faydalı feedback verə bilir, yəni rəy verə bilir. Thirdly, it helps students practice English pronunciation and vocabulary anytime they want. Üçüncüsü, o şagirdlərə kömək edir ki, İngilis tələffüz qaydalarını və həmçinin lüğətini istədikləri vaxt məşq edə bilsinlər. For example, students can ask AI to pronounce new words or check their grammar. Məsələn, şagirdlər süni intellektdən xahiş edə bilərlər ki, yeni sözləri onlar üçün tələffüz eləsin və onların qrammatika səhvlərini düzəltsin. Some teachers disagree with this idea because they think students might become lazy. Deməli, burada bizim fikrə əks olan bir fikir də irəli sürülüb və belə qeyd olunur ki, bəzi müəllimlər bu fikirlə razılaşmırlar. Çünki onlar düşünürlər ki, şagirdlər tənbəlləşə bilərlər. They claim that although AI can solve problems quickly, learners must still think carefully and do everything themselves. Onlar iddia edirlər ki, baxmayaraq ki, süni intellekt problemləri daha sürətlə həll edə bilər. Öyrəncilər özləri də düşünməlidirlər, diqqətlə düşünməlidirlər və hər şeyi özləri həll etməlidirlər. In fact, this tool gives every learner a personal assistant at home. Əslində bu alət, yəni süni intellekt aləti hər bir öyrənciyə evdə şəxsi bir köməkçi verir. Personal assistant, şəxsi köməkçi. Və bizim concluding sentence'imiz yaşıl şriftlərlə göstərilib. In conclusion, smart AI tools truly support learners and make education much easier. Nəticədə yekun olaraq ağıllı süni intellekt alətləri truly, yəni doğrudan doğruya həqiqətən öyrənciləri dəstəkləyir və təhsili daha da asanlaşdırır. Beləliklə 100 sözdən ibarət paraqrafımız budur və burada qırmızı şriftlərlə topic sentence'imizi, yəni bizim əsas fikrimizi, yaşıl şriftlərlə concluding sentence'imizi, yəni bütün paraqrafımızın deməli yekun fikrini ifadə etmişik və həmçinin göy şriftlərlə transition wordlərdən, bağlayıcı sözlərdən istifadə eləmişik. First of all, birincisi, secondly, ikincisi, thirdly, üçüncüsü, for example, məsələn, həmçinin də
although baxmayaraq, in fact əslində, in conclusion nəticədə, yekun olaraq, yəni bunlar bağlayıcı sözlərdir ki, deməli opinion paragrafda mütləq istifadə edilməlidir. Bunlar istifadə olunarsa, paraqrafımız, yəni tam bir paraqraf kimi ortaya çıxar, sadəcə cümlə yığınından ibarət olmaz və fikri də oxucuya daha rahat və daha anlaşılır şəkildə çatdırmaq mümkün olar. Və bundan başqa fikir ifadə edərkən şagirdlər, abituriyentlərimiz in my opinion, from my point of view, I strongly believe that, I completely agree ya da I completely disagree. As far as I am concerned, it seems to me that, mənə elə gəlir ki, yəni bu bağlayıcı sözlərdən istifadə edə bilərlər. Həmçinin adding supporting ideas, dəstəkləyici fikirlər irəli sürərkən firstly, first of all, secondly, furthermore, moreover, in addition, əlavə olaraq, besides, not only but also bağlayıcılarından istifadə edə bilərlər. Həmçinin showing contrast and counter argument, ziddiyyət və əks mülahizə bildirərkən, however, although, on the one hand, on the other hand, bir tərəfdən, digər tərəfdən, in contrast, on the contrary, bunun əksi olaraq, despite, in spite of, yet, nevertheless, while, whereas, halbuki, yəni ziddiyyət bağlayıcılarından istifadə edə bilərlər. Həmçinin nümunə göstərərkən, for example, for instance, such as, in fact, indeed, particularly, especially xüsusilə sözlərindən istifadə edə bilərlər. Həmçinin showing cause and effect, səbəb-nəticə əlaqələri bildirərkən because, therefore, consequently, as a result, nəticədə, for this reason, bu səbəbə görə, since, as istifadə edilə bilər və eləcə də ümumilikdə opinion paraqrafımızı bitirərkən concluding sentence-də in conclusion, to sum up, to summarize, overall, ümumilikdə, all in all, ümumən götürdükdə, in short, qısası ifadələrindən istifadə edə bilərlər. Beləliklə, opinion 100 sözdən ibarət olan opinion paraqrafı heç də çətin deyil. Burada əsas prompta diqqət yetirmək lazımdır. Yəni, qarşımıza hansı sual qoyulub, biz hansı mövzuya fikrimizi bildirməliyik. Promptu tam yaxşı başa düşdükdən sonra biz paraqrafımıza başlayırıq, topic sentencimizi, yəni əsas fikrimizi ifadə edirik və əsas fikrimizi dəstəkləyən bir neçə deməli dəstəkləyici ideyalar irəli sürürük, misallar göstəririk və sonra yaxşı olar ki, bizim fikrimizə zidd olan digər tərəfin fikrini də əlavə edək və yəni göstərək ki, belə bir fikir də mövcuddur və sonda isə concluding sentenceimizdə bütün paraqrafımızın ideyasına yekun vuraq və deməli bu paraqrafı yazarkən çalışaq ki, təkrar lüğətdən istifadə eləməyək, sinonimlərdən daha çox istifadə eləyək, həm də sadə cümlələrlə yanaşı mürəkkəb because-la, when, till, as soon as və s. deməli bağlanan mürəkkəb cümlələrdən istifadə edək və çalışaq ki, təkrar transition word-lərdən yan keçək və fərqli transition word-lərdən və sinonim lüğətlərdən istifadə edək. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizin üçün köməyi dəydisə izahatımın, mən olduqca xoşbəxtəm. Çox sağ olun.